Salam değerli izleyiciler, 16 Aprel 2026 yıl belki de bu haber hansısa birimizin övladını ya cinayetten ya cinayet törətməkdən və yaxud da cinayet qurbanı olmaktan xilas eləyəcək. Türkiye'de qətliam törədən şagirdlər bu oyunu oynayıblar. Hansı ki həmin oyun Azərbaycanda da çox məşhurdur. Bu videonu hər kəslə paylaşın və burada üstə gəl düyməsinə toxunaraq kanala abone olun değerli izleyiciler. Şanlıurfa və Kahramanmaraş'ta baş verən ardıcıl məktəb hücumları Türkiye'de böyük narahatlıq yaradıb. İki hadisə nəticəsində bir müəllim və 8 şagird həyatını itirib. Ümumilikdə 33 nəfər yaralanıb değerli izleyiciler. İlk hadisə 14 Aprel'de Şanlıurfa'nın Siverek rayonunda baş verib. Texniki Peşə liseyində atışma nəticəsində 4 müəllim və 10 şagird yaralanıb. Bu hadisədən təxminən 24 saat sonra isə Kahramanmaraş'ın 12 Şubat rayonunda yerləşən Aysel Çalık orta məktəbinə silahlı hücum olub. İkinci hücumda 8. sinif şagirdi İsa Aras Mersinli atasına məxsus silahlarla məktəbə daxil olub. 2 sinif otağına ateş açıb və nəticədə riyaziyyat müəllimi Ayla Qara və 8 şagird həyatını itirib, 17 nəfər isə yaralanıb. Hüquq mühafizə orqanları hadisələrdən sonra hücumçuların keçmişini araşdırarkən onların davranışlarında müəyyən oxşarlıqlar aşkar ediblər və məlumatlara görə bu şəxslərin hər ikisi də PUBG oyunlarının iştirakçısı olublar. Uzun müddət eyni kompüter və mobil oyunu, yəni PUBG-ni oynayıblar. Mütəxəssislər qeyd edir ki, münaqişə və zorakılıq üzərində qurulan oyunlar nəzarətsiz şəkildə oynanıldıqda xüsusilə azyaşlılar üçün risk faktoruna çevrilə bilər. Xəbəri Milli Az yayıb.